Ətirin nisbəti nə qədər qatılmalıdır ümumiyyətlə ətirin? Ətri bəzi biri var parfümer, bir də var ətirçi. Var alverçi, var biznesmen. Bu bəziləri, yəni bəzi ətir satanlar, onlar yəni parfümer deyil. Onlar misal üçün müştəriyə ətri, yəni çox pul qazansınlar deyənə, müştəridən yəni çox pul qazansınlar deyənə, onlar misal üçün 100 milliyə 50 qram, 60 qram ətir vururlar, 40 qram, 50 qram parfum vururlar. Bu əslində isə səhv bir yanaşmadır, yəni ətir işində. Çünki ona görə ki, bu parfum suyu onun üçündür ki, ətir açılsın. Həmçinin də o bəzi adamlar ki var, ətir satanlar, yəni alverçilər, belə deyək. Ətirləri keyfiyyətsiz olur deyənə, yağlılıq dərəcəsini çox eləyirlər ki, qalıcılığı çox olsun. Həm qalıcılığı çox olsun, yağlılıq dərəcəsini çox eləyirlər deyənə. Həmçinin də pul çox qazansınlar. Misal üçün, məndən müştəri gəlib soruşsa ki, qardaş, molekul içini 100 milliyə neçə milli qatmaq olar? Mən bizə təzə gələn molekul içini məsləhət görürəm ki, 30% molekul içini qatmaq lazımdır, 70% parfum suyunu qatmaq lazımdır. Niyə? Çünki 40% ətir qatıb, 60% parfum qatanda, parfum suyu qatanda o ətirin qoxusu açılmır və yaycılığı olmur. Parfum suyu onun üçündür ki, ətirin, yəni yaycılığın, şleyfin gücləndirir. Əgər ətirin özü keyfiyyətlidirsə, onun parfum suyunu çox vurmaq lazımdır. Ən çox yəni yağ qatdığımız, yəni ətirin yağını qatdığımız 40% olur. Amma belə mənim özüm işçilərə həmişə, yəni bizim əməkdaşlara həmişə onu bildirirəm ki, çalışın hər ətirin özünə görə. Təbii ki, mən məlumatlandırıram. Yay ətiri və qış ətiri deyirlər, onun fərqi nədir? Yay ətiri ilə qış ətirinin fərqi odur ki, yay ətirləri sitrus olur, sərin olur. Amma qış ətirləri isə, qış ətirləri belədir ki, adətən tünd ətirlər olur, şirin ətirlər olur. Sadəcə qışda hava soyuq olur deyənə, insanları yormur ətir. Amma yayda isə tünd ətiri vururlar. Məsəl üçün tərin iyi ilə qarışır tünd ətirin iyi. Yəni orada elə dəridə olan şeylər. İnsanların xoşuna gəlmir də. Əslində elə insan var ki, məsəl üçün yayda çox tərləyir deyənə, gəlir bizdən məsəl üçün tünd ətirləri istəyir. Amma mən məsəl üçün məsləhət görərəm ki, insanlar o məsələlərə çox diqqət eləsin. Yəni təmizlik, ümumiyyətlə insanın o deyir təmizlik imandandır. Məsəl üçün o elə insan var ki, o qədər pis qoxulu ətirləri gəlib alır ki, o özünü fikirləşir. Amma fikirləşmir ki, qıraqdakı insanlar ətirin qoxusundan narahat olur. Elə məsəl üçün elə bir insan var ki, gəlir, elə bir ətir alır ki, iyi tünd baş kartdadır. Nə bilim biri deyir ki, Ginqovandır, biri deyir nə bilim nə qovandır. Yəni mən Liboy bir dənə namaz qılan adi qardaşlara deyirəm ki, qardaş, yəni o gəlirsiniz qara müşk ətiri alırsınız, nə bilim nipriyatını ətirləri alırsınız. Yəni o ehtiyac yoxdur. Naborot, yəni bütün insanlar yəni bizə baxmalıdır, ibrət götürməlidir ki, halal olsun bu insanlara ki, həm namaz qılan insanlardır, həm də ki yaxşı ətirlərdən istifadə eləyirlər. Yəni yaxşı qoxu hiss olunur da üstümüzdən. Yəni mən məsləhətim budur ki, ümumiyyətlə insan özünə baxmalıdır və yaxşı qışın qış ətri var, yayın yay ətri var. Mənə ən çox maraqlı olan tərəf sizin istifadə etdiyiniz ətirdir və səbəb nədir? Yəni o ətirdən istifadə etməyiniz. Mən əslində harda trend ətirlər varsa, yəni onlara baxıram. Hansı ki, misal üçün xoşuma gəlir, xüsusən də mən sitrus ətirləri xoşlayıram. O elə ətirlər var ki, insanı yorur. Ağır qoxulu ətirlər yorur adamı. Mən o ətirdən istifadə edirəm ki, o rahatlandırır, huzur verir. Hətta yorğun olsam belə ondan 1-2 dənə üstümə sıxıram və o çox rahat edir məni. Misal üçün birinci elə bu əlimdə tutduğum ətir molekul 2-dir. Bunun tərkibində sitrusluq var. Yorğunluğu bədəndən çıxardır. Hətta o günlər bir dənə ətir var idi. Qardaşın üstünə vururam, deyir qardaş bunun adı nədir? Biləm ki, adın yadından çıxardacaq. Deyirəm ki, qardaş bu ətir insanı rahatlandırandır, huzur verəndir. Nə bilim insanı xoşbəxt edir. Gedib bizim mağazamızda bir dənə bizim əməkdaşa deyib ki, bəs bu xoşbəxt eləyən, huzur verən ətir nədir? O da deyib ki, qardaş bizdə elə ətir yoxdur. Yəni adın de də. Yəni o nöqteyi nəzərdən deyirəm ki, yəni mən
həmişə rahat edici ətirlərdən vururam. İnsan bilməlidir hansı ətiri vuranda xoşbəxt olur, huzur tapır. Mən məsəl üçün istifadə edirəm Molecule 2-dir, Louis Vuitton Lemon Side'dir. Louis Vuittonun, ümumiyyətlə Louis Vuittonun ətirləri çox mükəmməl olur. Çox sevirəm həqiqətən də. Mən sevirəm Louis Vuittonun Pacific Chill ətirini xoşlayıram. Ondan sonra Creed Aventus'un özünü xoşlayıram. Creed Aventus'un özü 4 fəslin, əslində bu saydığım ətirlər elə 4 fəslin 4-ündə də yəni istifadə olunan ətirdir. Yəni mən onsuz da qışda da yəni tünd ətirlər istifadə etmirəm. Elə bu ətirlər 4 fəslin 4-ündə də yəni istifadə olunandır əslində. Yəni istifadə edə bilərsən. Yəni orada heç bir problem yoxdur. Sonra istifadə etdiyim ətirlərdən biri də Bois Imperialdır. O da çox mükəmməl ətirdir. Yəni həqiqətən də mən hara gedirəm, hamı soruşur. İstər xanımlar olsun, istər bəylər olsun. Deyir qardaş üzr istəyirəm. Bir dənə soruşmaq olar sizin ətirinizin adı nədir? Yəni Bois Imperial çox mükəmməl ətirdir. Yəni mən dediyim kimi bütün bu istifadə elədiyim ətirlər həqiqətən də trenddə olan ətirlərdir. Liboy bir adam, yəni kim olur olsun, bu ətirləri alıb yoxlasınlar. Həqiqətən də görəcəklər ki, mən yəni elə belə ətir işlətmirəm. Zövqlər. Hə.